Adəm birinci insan idi, tövbə edirdi. Tövbənin yolunu Allah öyrətdi. Gördü ki, Adəmin ürəyi sınmır, hələ hal tapa bilmir. Ona da İmam Hüseyin gəldi köməyinə. Baxdı, adlar gördü Adəm, ilk insandı. Peyğəmbərin adı, Əlinin adı, Həzrət Fatimənin adı. Hələ bunlar yaranmayıb. Nurlar gördü, nurlar. Bunu bütün məzhəblərin kitablarında nəql olunub. Baxdı bu adlara, ilahi bu kimlərdir belə? Dedi, filan kəs Peyğəmbərdir, son Peyğəmbər. O Əlidir, onun canişini, o Fatimədir, o Həsəndir, o Hüseyndir. Hüseyndir deyəndə qeyri-ixtiyari boğazına qəhər gəldi Adəmin. Dedi, ilahi bu kimdir ki, bunun adı çəkilən kimi gözümdən ixtiyarsız yaş gəldi. Dedi, o Peyğəmbərin oğludur, sonuncu Peyğəmbərin adı Hüseyndir. Deyir, Adəm Hüseyn adını eşitdi, ağladı, Allah onu bağışladı.